Allah Bəqərə surəsinin ilk ayələrində deyir ki, təqvalıların birinci xüsusiyyəti qeybə iman gətirməkdir. Aşkara iman gətirməyə nə var ki? Hər şey görürsənsə ona iman gətirirsən. Amma Allah Taala bəzi şeyləri deyirsən onu görmürsən. Cənnət deyir görmürsən, cəhənnəm deyir görmürsən. Mələk deyir görmürsən. Bugün biz peyğəmbəri görmürük. Allahı ümumiyyətlə biz görmürük. Bunlar hamısı qeybdir. Qeybə iman gətirmək qəlb imanı istəyir. Göz imanı yox. Göz imanı budur ki, hər şey görürəm, inanıram da, bilirəm ki, bu var. Amma bir şeyi ki, Allah deyir ki, var, sən daha deməyəsən, o Musa peyğəmbərə necə dedilər ki, Allahı biz görmürük yaxı, necə Allah var? Mələkləri nazil elələ görək, sən kitab deyirsən, Allahın kitabı deyirsən, nazil elə bir kağız şəklində əlimizə dəysin, biz də inanaq. Yahudilər, Bəni İsrail peyğəmbərdən bunu istəyirdilər, Musa peyğəmbərdən. Qeybə imanları yox idi.